burada kişidir. Ben seninle sohbet edemem. Eləməyəsən də. Bəs deməm elmi dağıdırsan. Get dedim o üstüyle. Elşad Səmədov adlı vətəndaş Bakıda Şəfaət Mehdiyev 267 ünvanında yerləşən Lemon Baku restoranından şikayətçidir. Sözü gedən ünvanda 26 mərtəbəli binanın ikinci mərtəbəsində yaşayan şikayətçi iddia edir ki, gecə vaxtı restorandan gələn musiqi səsi onları təngə gətirib. Nabarod onlar mənə pul təklif elədilər susmağım üçün. Dəfələrlə mənə pul təklif eləyiblər. Burada insanlara pul təklif eləyirlər susması üçün. Mənim özümə dəfələrlə təklif eləyiblər. Lakin mən demişəm ki, evimin içində də bu səsin hamısı mümkün deyil. Onlar dəfələrlə gəliblər, bizdə olublar, çəkiliblər. Aje dedilər ki, səs eləməklə biz buranı izolyasiya eləyək. Sonra izolyasiyadan sonra səs gəlməyək. Mən onlara vaxt verdim. Onlar gecə-gündüz remont elədilər, dizaynı dəyişdilər. Heç bir izolyasiyada olmadı. Sonra gəldilər ki, səs əvvəlkindən də daha çox gəlir. Elşad Səmədov bildirir ki, problemlə bağlı müvafiq qurumlara müraciət olunsa da heç bir nəticə əldə olunmayıb. Yasamala icraya məlumat verilibdi. Bütün lazım orqanlara məlumat verilibdi. İllərdir şikayət eləyir. Gündə 5 dəfə, 10 dəfə şikayətlər, zəhllər daxil olubdu. Mən tərəfdən də, qonşular tərəfdən də olunubdu. Sağ olsunlar 27-ci polis bölməsindən gəliblər, səsi dayandırıblar. Baxmayaraq cərimə də yazıblar belə. Amma yenə də bunlar Tural Qəhrəmanov deyir ki, gedin kimə istəyirsiniz deyin, nə istəyirsiniz eləyin. Biz burada işimizi görəcəyik. Məsələ ilə bağlı sözü gedən restorana üst tutduq. Restoran sahibi Tural Qocayev bizə bildirdi ki, şikayət əsassızdır. Biz obyekt açmamışdan qabaq Elşad bilir ki, burada bir restoran açılacaq və bizə heç bir şey demədi, eləmədi. Sadəcə onun evi soyuq idi, yəni ona görə bizi təmir eləyək, ondan sonra problemləri deyəcək. Elşad da 3 ildir ki, evini sata bilmir. Və onun səs yazısı var ki, deyir ki, mənim evimi satın, ya da mənim evimi alın. Elşad dəfələrlə bizim obyektimizə hücum edərək, mülkiyyətimizə hücum edərək, mənim özümə hücum edərək, prokurorluğun əməkdaşı kimi özünü təqdim edib və bugünkü gündə o iş araşdırılıb, əməkdaşı kimi təqdim elədiyinə görə də cinayət işi açılacaq və biz bilmirik, prokurorluğun adından da istifadə edilir. Qaldı ki, səs-küyün yaranmasına. Səs-küyün yaranmasına bu pəncərəni görürsünüz, burada pəncərə var burada. Bu pəncərə düz onun çəkdiyi video görüntü onun evinin altına düşmür. Böyür hissəyə tərəf düşür. Elşadın evinin altında artıq canlı musiqi və yaxud da musiqi səs gücləndiricisi ilə bağlı, yəni belə qismasının onun problem yaradacaq heç bir problem yaranmıyor. Çünki orada təmir işləri getdi. Elşad dedi ki, mən razıyam, problemim olmayacaq. Bu məsələləri təzədən Elşad yenidən işıqlandırdı bu məsələləri. Qaldı ki, o axırıncı səfər olan görüntülər ki, məsələsi var ki, həmin o görüntü, sosial şəbəkədə yayılan görüntü var. Həmin o görüntü Elşadın evinin altında deyil idi, o böyür hissədə idi. O da ki, bizdən yaranmış bir vəziyyət deyil. Saat 12-dən sonra olmuyor həmin proses. Həmin proses olub 12-yə qədər olan prosesdir. Həmin prosesdə də müştəri, kabinetdə heç kəs olmayan müştəri pəncərəni açıb mahnı oxuyur. Tural Qocayevin sözlərinə görə şikayətçi tərəf özü dəfələrlə obyektə gələrək müştəriləri narahat edib. Qərəzli mövqe, hamısı var, videosu var burada. Həmin Elşad bəyin özü dəfələrlə girib, bizim obyektə müştərilərini narahat edib, söyüb, hamısı var burada. O bu telefonda da Elşadın axırıncı səfər bu obyektə müştərilər təhqir etməyi dəfələrlə olub. Mən əl-qol atmağı, belə bir prosesdə biz əl-qol atmadıq niyə görə? Çünki o istifadə eləyəcək. Hər dəfə də deyir ki, mənim ürəyimdə stent var, mən gələcəm bura qanımı tökəcəm və yaxud da özümü binadan götürüb atacam, şantaj eləyir biz birbaşa. Tərəfləri dinlədikdən sonra məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə müraciət etdik. Yasamal rayon İcra Hakimiyyətindən bildirildi ki, sözü gedən məsələ Yasamal rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Zəhmət olmasa aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət edin. Daxili İşlər Nazirliyindən isə qeyd olundu ki, qeyd olunan restoranda səs-küy ilə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları araşdırma aparıblar. Obyektin fəaliyyətinə cavabdeh olan məsul şəxs barəsində protokol tərtib olunmaqla 150 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib və obyektin qanunla müəyyən edilmiş saatlarda fəaliyyət göstərməsi vacibliyi diqqətə çatdırılıb. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb. İctimai yerlərdə sakitliyə və qonşulara hörmətlə yanaşılmalıdır. Restoran, məkan və ya istirahət obyektlərində səs-küy yaratmaq yalnız ətrafdakı insanların
insanların rahatlığını pozmur, həm də inzibati məsuliyyət yaradır. Vüsalə Nəciyeva, Namiq Abbasov, Today Press TV.